Vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bugün kurikulumdan yeni bir sualın izahını verəcəm. İzaha başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq hər gün paylaşılan sual izahlarından xəbərdar ola bilərsiniz. Və bununla yanaşı bizim həm sınaq qrupumuz açılır, həm mart ayında dərs qrupumuz açılır. Kimlər canlı dərs istəyirlərsə, canlı şəkildə müəllimlə kontaktda olub, müəllimlə müzakirə aparmaq istəyirlərsə, mart qrupumuz məhz sizin üçündür. Dərslərimiz həftədə 3 dəfə tam yenilənmiş metodika çərçivə sənədinə uyğun olaraq həyata keçirilir. Və həmçinin də aprel ayında bizim sınaq qrupumuz açılacaq. Yalnız bir dəfə ödəniş ödəməklə siz bizim sınaq qrupumuzda qoşularaq yüksək keyfiyyətli imtahan tipli testlər işləyə bilərsiniz. Dərslərimiz haqqında məlumat almaq üçün 050 837 0305 nömrəsinə yazaraq geniş məlumat əldə edə bilərsiniz. İndi başlayaq bu sualın izahına. Bu suala çox müəllim səhv cavab verir və biz öz müdavimlərimizə hətta bundan da çətin, bundan da geniş situasiyalar işlədirik. Bu sualın da doğru cavabını verən müəllimlər az idi. Baxaq suala. Ümumi Telegramda, WhatsApp qruplarımızda, Instagramda paylanmış sualdır ki, ümumi müəllimlərdən, yəni düzgün cavab verən müəllimlərin faizi az idi. Baxaq suala. Müəllim şagirdlərə metallar mövzusunu keçərkən, şagirdlərə gündəlik həyatımızda sənayenin müxtəlif sahələrində işlənən maşın və mexanizmləri misal göstərərək, metalların həyatımızda müstəsna roluna diqqət çəkir. Sonra şagirdlərə belə bir sual ünvanlayır. Yer kürəsinin nüvəsində, bitkilərin tərkibində metallar var. Şagirdləri qruplara bölür. Şagirdlər müzakirə yolu ilə metalların təbiətdə yayılması və onların hansı birləşmələrə əsasən oksidlər, sulfidlər və s. şəklində tapılmasını qeyd edirlər. Müəllimin həyata keçirdiyi inteqrasiya şagirdlərdə formalaşdırmaq istədiyi bacarığı müəyyən edir. Müəllimlər, baxırıq. Müəllim metallar mövzusunu keçir. Metallar hardadır? Siz bunu görəndə, baxanda nə fən görürsünüz də? Ümumiyyətlə, sizə bir belə izah verim ki, fənüstü inteqrasiya da fənin sərhədləri olmur. Sən ona baxanda hər hansı bir fəni gözünün qarşısına gətirə bilmirsən. Bu suala fənüstü də yazanlar var, fən daxildə yazanlar var. Burada fənüstü inteqrasiya yoxdur, müəllimlər. Mən elə bil ki, metallar mövzusunu keçirəm. Deyirəm ki, gündəlik həyatımızda baxın, maşın metaldan hazırlanır. Misal üçün də məişət əşyaları, ət maşını, paltaryuyan maşın metallardan hazırlanır. Bu barədə misallar göstərirəmsə, o deməkdir ki, bu fənüstü inteqrasiyadır. Təbii ki, yox. Və həmçinin metallar mövzusunu keçirəm. Hansı fəni görürsünüz burada? Kimya. Kimya fənini görürük. Bu burada. Metallardan nümunə gətirirəm və sonra şagirdlərə belə bir sual ünvanlayıram. Yer kürəsinin nüvəsində. Yer kürəsinin nüvəsi. Nüvə hansı fəndədir? Coğrafiya. Coğrafiyanı burada görə bilirəm. Sonra deyirəm ki, bitkilərin tərkibində. Bitkilər hardadır? Biologiya. Biologiya. Deməli, coğrafiya, kimya, biologiyanın inteqrasiyasıdır. Burada fənlər arası inteqrasiya var. Cavablardan fən üstünü çıxın, fən daxilini çıxın, fən üstünü çıxın. Qalasınız iki fənlər arasında. Yəni, bu cür situasiyalarda nəyi dəqiq bilirsinizsə ondan başlayın. Fənlər arası inteqrasiya iki cavabda da var. D-də də var, C-də də var. Baxırıq yenə. Deyir ki, şagirdləri qruplara bölür və müzakirə yolu ilə metalların təbiətdə yayılması və onların birləşməsini, tapılmasını qeyd edirlər. Qruplara bölürsə, müzakirə varsa, burada hansı bacarıq var? Müzakirə olanda nə olur müəllimlər? Ünsiyyət var, danışıq var, danışırıq, ünsiyyət, verbal bacarıq. Yəni, burada təbii fənlər arası və ünsiyyət bacarığı. Bu cür sualları çox işləmək üçün siz bizim videonu bəyənin, rəy yazın və biz də bu cür sualları tez-tez paylaşaq. Sağ olun, hər birinizə xoş dinləmələr.